Akne müalicəsi bitdikdən sonra 3 aydan bir kontrola gəlmək mütləqdir. Nə üçün? Üzümdən içim keçməsinə baxmayaraq heç bir aknem çıxmır. Yoxlanışlara gəlirəm. Nə üzümdəki səpkilərdən mən geri dönüş oldu, nə əlavə ləkələr, artıq üzümdə heç bir şey yox idi. Artıq bu gün mən baxıma gəlmişdim. 3 aydan bir profilaktik olaraq seansa gəlirəm. Artıq 5 aylık müalicəm tam şəkildə bitib. Bu gün isə müayinə və baxım üçün Fərid xanımın yanına gəlmişəm. 3 aydan bir kontrola gəldiyimiz zaman mütləq ki, mikrodermabraziya ilə dərini təmizləyirik. Dərinin ölü hüceyrə qatını təmizləyirik. Məsamələrdə olan yağı təmizləyirik. Bu isə yağ dövriyyəsini normallaşdırır və nəticədə yeni aknelerin yaranmasının qarşısını alır. Əvvəl 3 aydan bir görüşürük. Sonradan isə gedişata uyğun olaraq hər xəstəyə individual olaraq yanaşırıq və növbəti seansın vaxtını özümüz təyin edirik.